Bismillahirrahmanirrahim. Bismillah, elhamdülillah, və salatu və selamu alə Rasulillah, əmmə əbəd. Qardaşlar tez-tez belə sual verirlər. Ümumiyyətlə təkcə müsəlmanlar yox, bir çox insanların maraqlandığı sualdır ki, nə üçün miladi təqvimi ilə hicri təqvimi arasında hər il 10 gün fərq olur? Məsələn, Ramazan ayı və ya Qurban bayramı hər il 10 gün qabağa düşür. Bunun səbəbi nədir? İkinci sual, miladi təqvimində fevral ayı kimi 28 gün və ya iyul-avqust ayı kimi 31 gün var. Miladi təqvimində isə bunlar yoxdur. 28 və ya hicri təqvimində isə bunlar yoxdur. 28 və ya 31 gün yoxdur, sırf 29-30 gündür. Bunun səbəbi nədir? Bu nədən qaynaqlanır? Birincisi bunun səbəbi, qardaşlar, İslamı təqvimin ay təqvimi olması ilə bağlıdır. Yəni Allah Rəsulü sallallahu aleyhi və səlləmin məşhur hədisdə dediyi ki, aylar 29 və 30 gündür. Bu sırf astronomik elmə əsaslanan bir hesablamadır. Yəni, İbn Ömər radiyallahu anhudan gələn hədisdə Allah Rəsulü sallallahu aleyhi və səlləm buyurur ki, biz oxumağı və yazmağı bilməyən bir ümmətik, hesablamarıq, hesab bilmərik, yazmağı bilmərik. Və barmaqları ilə işarə edərək buyurur ki, ayların sayı bu qədərdir və sonra bir barmağını bükür. Yəni, ay 29 və ya 30 gündür. Bu sırf astronomik elmə əsaslanan bir hesablamadır. Ayın sinodik dövrü, qardaşlar, 29,53 gün, yəni daha dəqiq desək, 29 gün, 12 saat, 44 dəqiqədir. Buna görə ay ya 29 ya da 30 gün olur. Bu bütöv ayın digər bütöv aya qədər olan müddətidir. Yəni, biz bütöv ayı görürük, sonra digər ayda həmin bütöv ayı təkrar görürüksə, bu 29 gün, 12 saat, 44 dəqiqə ərzində olur. Yəni, müsəlmanların təqvimi, ay sayı, ayın günlərinin sayı daha dəqiq bir təqvimdir, elmə əsaslanan bir təqvimdir. Miladi təqviminə gəldikdə isə, miladi təqvimi günəş sisteminə əsaslanan bir təqvimdir. Yəni, Qriqoryan 1582-ci ildə bu təqvimi daha da dəqiqləşdirdi. Çünki yer günəş ətrafında bir dövrü 365 günə tamamlayır. Günəş ətrafında yer bir dövrü 365 günə tamamlayır. Ona görə də hicri təqvimi ilə miladi təqvimi arasında hər il 10 gün fərq edir. Yəni, ay təqvimi ilə hesabladıqda bir il 354 gün, miladi günəş sistemi ilə hesabladıqda isə 365 gün edir. Ayların sayına gəldikdə isə, yuxarıda dediyim kimi, müsəlmanların təqvimi, bir aydakı günlərin sayı sırf elmə əsaslanır. Astronomik elmə əsaslanır. Ancaq miladi təqvimdə olan ayların günü isə heç bir elmə əsası yoxdur. Heç bir elmə əsaslanmır. Bu təqvim, bu sistem nə ay, nə də günəş sistemi ilə əlaqəli deyil. Yəni, ilk dövrlər qədim mənbələrdən görürük ki, təqvimlər ayın dövrlərinə əsaslanırdı. Yəni, 29 və 30 gün idi. Allah Əzzə və Cəllənin Tövbə surəsində buyurduğu kimi, Allahın göyləri və yeri yaratdığı gündən ayların sayı 12-dir. Sonra Roma imperatorları ayların sayını, bir aydakı günlərin sayını və uzunluğunu dəfələrlə dəyişdirdilər. Qədim Romalılar bəzi ayları uğurlu sayırdılar. Ona görə 31 gün ödürdülər. Bəziləri isə uğursuz sayıb, məsələn, fevral ayını qısa edirdilər, 28 gün. Və ya cüt ədədləri uğursuz sayırdılar. Ona görə də ayların çoxunu 31 gün təyin edirdilər. Məsələn, ilk Roma təqvimi 10 ay idi və ümumilikdə 304 gün çəkirdi. Martdan başlayırdı, dekabrda bitirdi. Aylar ayın dövrlərinə görə 29 və ya 30 gün olurdu. Bu ayın 29,5 günlük dövrəsinə tam uyğun idi. Bir dövrünə tam uyğun idi. Təqvim qış fəsli ilə uyğun gəlmirdi. Ona görə də yanvar və fevral aylarını əlavə etdilər. Və yaxud Yuli Sezar və Avqust Sezar öz adlarını daşıyan ayları uzatdılar. İyul və Avqust aylarını 31 gün etdilər, öz adlarını daşıyırlar deyə. Yəni, ayların uzunluğu elmə yox, imperatorların qərarlarına, xurafatlara əsaslanırdı. Fevral ayını ən qısa ay seçirdilər. Nə üçün? Çünki Romalılara görə ölüm və pisliklə bağlı ayı qısa saxlamağı daha üstün tuturdular. Deyirlər ki, fevral ayı pis aydı, uğursuz aydı, ölümlərin çox olduğu aydı.
Yəni xülasə hicri təqvimində bir aydakı günlərin sayı sırf astronomik elmə əsaslanır, dəqiq elmə əsaslanır. Miladi təqvimindəki bir aydakı günlərin sayı isə heç bir elmə əsası yoxdur. Sırf Roma imperatorlarının şəxsi qərarları və ya xurafatlara əsaslanan bir təqvimdir. Allahu aləm, sübhanəkə Allahumma və bihamdik. Əşhədu an la ilahə illə əntə əstəğfiruka və etûbu ileyk.